Məlumat verdiyimiz kimi İsraillə İran arasında atəşkəs rejimi qüvvəyə minib, artıq 12 günlük müharibənin başa çatdığına işarələr var. Bununla bağlı məlumatlar yayılır. Artıq tərəflər bir-birlərinə qarşılıqlı zərbələr endirmirlər. Əgər bugünə kimi hər dəqiqə, hər saat tərəflər bir-birinə qarşılıqlı zərbələr endirdikləri barədə məlumatlar paylaşırdılarsa, artıq 3-4 saatdır bunu biz görmürük. Bu isə onu deməyə əsas verir ki, deməli tərəflər, yəni İsrail və İran atəşkəs razılaşmasına gəliblər və buna hələlik əməl edirlər. İndi bütün dünyanı maraqlandıran məsələlərdən biri də tərəflərin gərgin, ağır döyüşlərdən sonra bu atəşkəsin necə əldə olunduğu, tərəflər bu atəşkəsi kimin vasitəsilə əldə etdikləri və buna razılıq verdikləridir. Artıq mətbuat bu barədə yazır. Dünya mətbuatı özəl mənbələrdən əldə etdikləri məlumatlar əsasında bununla bağlı xəbərlər paylaşırlar. Məlum olur ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Qətərə İsrailin atəşkəsə razı olduğunu bildirib və Tehranın bu təklifi qəbul etməsinə yardımcı olmağı xahiş edib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İranın Amerika Birləşmiş Ştatlarının Əl-Üdeyd hərbi bazasında endirdiyi zərbələrdən sonra Qətər rəsmiləri ilə Tehran arasında telefon danışığı baş tutub. Bu danışıqlardan sonra Qətərin baş naziri İranı Amerikanın atəşkəs təklifini qəbul etməyə razı sala bilib. Axios portalının məlumatına görə Amerika Birləşmiş Ştatları bazasına hücumdan dərhal sonra İran Ağ Evə bildirib ki, daha bundan sonra zərbə endirilməyəcək. Cavab olaraq Vaşinqton da İrana qarşı hücum etməyəcəyini və danışıqlara açıq olduğunu bəyan edib. CNN televiziyası isə bildirib ki, Trump həm İsrailin baş naziri Benyamin Netanyahu, həm də Qətər əmiri Təmin bin Həmid Əl-Tani ilə telefon danışığı aparıb. Amerikanın vitse-prezidenti J.D. Vance, dövlət katibi Marco Rubio və xüsusi elçi Steve Witkoff isə İran rəsmiləri ilə təmas qurublar. Ağ Evdəki yüksək vəzifəli bir rəsminin sözlərinə görə İsrail atəşkəsə yalnız Tehranın hücumları dayandırması şərti ilə razı olub. İran isə bu şərtləri qəbul edib. Trump bəyan edib ki, atəşkəs əvvəlcə İran tərəfindən həyata keçiriləcək. 12 saat sonra isə İsrail hücumları dayandıracaq. O əlavə edib ki, 24 saat ərzində dünya 12 günlük müharibənin rəsmi sonunu qeyd edəcək. Bununla belə İranın Xarici İşlər Naziri Abbas Əraqçı bildirib ki, hələlik atəşkəsə dair rəsmi razılaşma yoxdur. O əvvəlcə bildirib ki, əgər İsrail Tehran vaxtı ilə saat 4-də, yəni Bakı vaxtı ilə 4:30-a qədər hücumları dayandırsa, İran da hücumlara son verəcək. Səhər saat 05:03-də isə X hesabında paylaşım edərək əməliyyatların başa çatdığını bildirib. Bundan bir neçə dəqiqə sonra isə İsrailin müdafiə ordusu İran tərəfindən ölkənin yenidən raketlə atəşə tutulduğunu açıqlayıb. Artıq hücumun nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir. İndi bundan sonra tərəflərin necə davranacağı dünyanın diqqətindədir. Bütün dünya atəşkəsə əməl etməyə çağırır. O cümlədən Amerika prezidenti Donald Trump tərəfləri atəşkəsə rejiminə əməl etməyə çağırır və bundan sonra danışıqların aparılacağı barədə məlumatlar var. Hadisələrin bundan sonra necə cərəyan edəcəyi zaman göstərəcək.